Sizi və gözləmə otağına yola salacağıq. Dəyərli muğam sevərlər, hörmətli televiziya tamaşaçıları, biz isə müsabiqəmizə davam etdiririk və 9-cu iştirakçını dəvət etmək üçün yenidən bağlanacağıq gözləmə otağına. Mümtaz. Yaxşı çıxış, tamaşaçıdan gür alqış və əlbəttə ki, münsiflərdən yüksək bal almaq üçün Rəna Mehralıyeva deyir ki, yaxşı hazırlaşmışam və bir qədər sonra bunu sübut edəcəm. Axşamınız xeyir olsun, Rəna. Axşamınız xeyirli olsun. Mən də salamlayıram münsiflər heyətimizi, bizi izləyən bütün tamaşaçılarımızı. Bugün inşallah kəsmə şikəstə ifadə edəcəm. Uğurlar arzulayırıq və sizi göndəririk səhnəyə.
aşıqa dabam oy gül ah. Mən aşıqa dabalayım oy gül ah. Oyana da bülbül oyan gül qara gözlərinə qurban oldum malay. Baxıma da balan xumar gözlərinə sən yuxudan oyan gül oyan gül oyan gül ay.
Mehralıyevanı gürültülü alqışlarla tamaşaçılarımız alqışlayır. Görək münsiflər heyətinin rəyi necə olacaq? Vamiq müəllim, buyurun. Sizin yerdə rəniyə İrəna deyirlər. Başında İ hərfi. İrəna, yaxşı oxudun. Qeyri-adı oxumaqdır bu. Bir kəsmə işləsə fərqli bir kəsmə. Yəni kəs doğrudan bu, yəni ki, yaxşı ürəyin var sənin. Ürəyin çox gözəl, musiqi, yəni duyumun çox gözəldir. Ona görə mən sənə yüksək, yəni 9 balla təbrik edirəm. 9 balla, təşəkkür edirik. Mələk xanım, buyurun. 9 bal. Sərdar müəllim, buyurun. 9 bal. Şərhsiz. Nəzakət xanım, buyurun. 9 bal. Mənsum müəllim, 9 bal. Səkinə xanım, 9 bal və İlqar müəllim. İfanı mən də bəyəndim və bir məsələni xüsusi qeyd edeyim. Bu zərb muğamlar həftəsində bizdə növbəti dəfədə müəyyən təkrarlar olacaq. Çünki həm zərb muğamlar azdır, həm də tələbələrin indi nə qədər olsa da gəncdirlər bunlar. Elə vaxt olur ki, yəni özlərinin gücü nəyə çatır, deyir, mən bunu istəyirəm, mən onu istəyirəm. Yəni çox təkid eləmək olmur ki, məcburi ki, sən bunu oxuy. Ona görə bəzən təkrarlar üst-üstə düşür. Amma mənim özüm üçün maraqlı cəhət nə olur o təkrarlarda? Həm də müqayisə eləməyə imkan verir. Məsələn, biz bugün 3 heyratı var proqramda, ikisini dinləmişik, birini dinləyəcəyik. Bu, kəsmə şikəsti olaraq artıq ikinci idi və mən düşünürəm ki, o müqayisə bizə daha əsas verir və ələlxüsus bugünkü kəsmə şikəstələrin müqayisəsində mən düşünürəm ki, sənin ifan xeyli dərəcədə yüksək idi. Mən də sənə 9 balla dəyərləndirdi. Ekrana indi nəticələr gələcək və 63 balla dəyərli münsiflər heyəti dəyərləndirdi bizim iştirakçımızı və elə sizin alqışlarınızla.